Juan Pedro Franco Meksikalı bir rekordçudur ve ekstremal köklü işlə mübarizəsi dünya mediasında böyük diqqət çəkmiş bir şəxs idi. O, Guinness'in Rekordlar kitabına görə dünyanın ən ağır çəkili insanı kimi tanınmışdır. Ölümə yaxın rekord hələ 2016-cı ildə qeydə alınıb. Onun çəkisi 595 kiloqram idi. Juan Pedro Franco'nun obezliklə mübarizəsi çox kiçik yaşlarından başlamışdı. Uşaqlıq dövründə artıq çəki problemi ilə qarşılaşdığı və bu vəziyyətin illər keçdikcə daha da pisləşdiyi bildirilir. Onun çəki artımı xüsusilə 17 yaşından sonra sürətlə davam etmiş, bu zaman o, xəsarət aldığı bir hadisədən sonra bədənindəki vəziyyətin nəzarətdən çıxdığını ifadə etmişdi. 2016-cı ildə Juan Pedro Franco'nun çəkisinin 595 kiloqram olduğu müəyyən edilmiş və bu rəqəm onu Guinness Dünya Rekordları tərəfindən dünyanın ən ağır çəkili yaşayan insanı kimi təsdiqlənməsinə səbəb olmuşdur. Bu çəkidə o, orta ölçülü çox sayda yetişkin kişi ilə müqayisədə qat-qat ağır idi. Belə vaxtlarda Franco demək olar ki, yataqdan qalxa bilməyəcək qədər ağır idi. Onu hərəkət etdirmək üçün bir neçə güclü kişi lazım olurdu və gündəlik həyat fəaliyyətlərini belə öz-özünə yerinə yetirə bilmirdi. Juan Pedro Franco'nun köklüyü ona bir sıra ciddi xəstəliklər gətirdi. Klinikada olduğu müddətdə ona ikinci tip şəkərli diabet, qalxana bənzər vəzin disfunksiyası, hipertoniya və ağciyər ödəmi diaqnozu qoyulub. 2016-cı ildən etibarən Franco intensiv müalicə proqramına başladı. Bu müalicə proqramı Aralıq dənizi pəhrizini, fizioterapiya məşqlərini və daha sonra 2 mərhələli mədə kiçiltmə əməliyyatını əhatə edirdi. Əvvəlcə mədə kiçiltmə, sonra isə mədə bypass əməliyyatı olundu. Bu əməliyyatlar onun qida qəbulunu və çəkisinin ciddi şəkildə azalmasına kömək etdi. Bu radikal sağlamlıq planı nəticəsində Franco çəkisinin təxminən 49%-ni itirdi və əvvəlki vəziyyətindən xeyli irəliyə getdi. O, artıq ayağa qalxa və öz-özünə müəyyən hərəkətləri yerinə yetirməyə başladı. Franco'nun həyatı və mübarizəsi geniş ictimaiyyəti ekstremal köklüyün nə demək olduğunu göstərdi. Juan Meksika şoularının ulduzu olub və onun arıqlamaq hekayəsi yüz minlərlə obez insan üçün motivasiya bəxş edib. Sadəcə hər gün qollarınızı qaldırıb ayağa qalxa bilmək, bir stəkan su üçün qalxmaq və ya tualetə getmək, bütün bunlar sizi əla hiss etdirir. Daha çox hərəkət edə bilmək və daha müstəqil ola bilmək fantastikadır, deyə o qeyd edirdi. Təəssüf ki, Juan Pedro Franco 24 dekabr 2025-ci ildə böyrək infeksiyası səbəbilə 41 yaşında vəfat etdi. Franco təkcə rekordlarla yadda qalan bir insan olmadı. Onu əsir alan bir xəstəliyə qarşı illərlə mübarizə aparmış iradənin simvoluna çevrildi. O, milyonlarla insana göstərdi ki, çarəsiz görünən vəziyyətlərdə belə dəyişmək mümkündür. Gec də olsa ayağa qalxmaq olar. Yaşamaq təkcə nəfəs almaq deyil, yaşamaq mübarizə aparmaqdır.